Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu molekulyar kinetik nəzəriyyə olan bölmədə, yəni MKN olan bölmədə ətraflı yazılı cavab tələb olunan tapşırıqlardan 27 nömrəli tapşırığın izahından ibarətdir. Tapşırıq nədən ibarətdir? Deməli, birləşmiş qapalı qabın sol qolu civə ilə doludur. Baxın, burada şəkil verilmişdir. Gəlin, buraya yazaq sol. Sol qol tamamilə civə ilə doludur. Buraya yazaq civə. Sağ qolda isə hava vardır. Burada yazaq sağ qol. Baxın, sağ qolda hava, yəni qaz vardır. K kranı açıldıqdan sonra, deməli, əvvəlcə K kranı bağlıdır. Deməli, bir tərəf tamam, sol tərəf tamamilə civədən, sağ qol isə tamamilə nədən ibarətdir? Qazdan ibarətdir. Bir K kranı açıldıqdan sonra sağ qoldakı civənin hündürlüyü soldakindən nədir? 4 dəfə azdır. Əvvəlcə hündürlüyə gəlin, hər ikisinin hündürlüyü h-dır. 4 dəfə azdır. Və sağ qoldakı havanın təzyiqini, necə dəyişdiyini müəyyənləşdirməliyik. Və şərt olaraq nə verilir? Birləşdirici borunun həcmi nəzərə alınmır. Hər iki qolun hündürlüyü eynidir və temperatur sabitdir. Məsələdə əsas məqsəd kran açıldıqdan sonra qazın təzyiqinin necə dəyişdiyini müəyyənləşdirməkdir. Burada temperaturu sabit qoyub. Temperatur sabit qoyubsa, təzyiqin necə dəyişdiyini müəyyənləşdirmək üçün biz istifadə edəcək Boyle-Mariotte qanunu, yəni P1V1, yəni əvvəlki kran bağlı olan haldakı təzyiq və həcmin hasili bərabərdir. Kran açıldıqdan sonra təzyiq və həcmin hasili nə? İndi biz təzyiqi müqayisə etməliyik. Təzyiqi müqayisə etmək üçün əvvəlcə həcmləri, qazların həcmini müəyyənləşdirməliyik. İndi baxaq, birinci halda qeyd edək ki, kran bağlı olan halda. Kran bağlı olan halda sağ tərəfdəki qazın həcmi, baxın, qabın en kəsiyinin sahəsi vurulsun, qabın hündürlüyü vurulsun h. Çünki bilirik ki, qazlar onlara verilən həcmi tam tutur. Və sol tərəfdə də civənin hündürlüyünü, yəni civə mayedir, onun hündürlüyünü, onun həcmini də yazmalıyıq. Sol tərəfdəki civənin həcmi, deməli, qabın en kəsiyinin sahəsi vurulsun, civə sütununun hündürlüyü. Bunu qeyd etdik. Qeyd edək ki, kran bağlı olan halda elə bir ki, sağ və sol tərəfdəki qazın hündürlüyü ilə civə sütununun hündürlüyü bərabərdir. Şimdi keçdik ikinci hal. İkinci halda ise kran açıldı. Kran açılandan sonra burada şərt qoyub ki, bizə kran açıldıqdan sonra sağ tərəfdəki civənin hündürlüyü sol tərəfdəki civə sütununun hündürlüyündən 4 dəfə azdır. H/4 yazırıq. Onda sağ tərəfdəki hündürlüyə də gəlin h deyək. Və bu zaman qazın hündürlüyü, yəni qazın həcmi dəyişdi və sağ tərəfdəki qaz sütununun hündürlüyünə də h' yazaq. Və ikinci halda onda qazın həcmi üçün düstur olaraq yazırıq biz. Deməli, sahəsi 2s-dir və qaz sütununun hündürlüyünə də h' yazırıq. Bəs bu zaman civənin həcmi də bilirik ki, mayelər həcmini saxlayır. İndi kran açılandan sonra isə civənin həcmi sağ və sol tərəfdəki həcmlərin cəmidir. Deməli, sol tərəfdə s vur h-dır. Buraya yazırsa s vur h. Sağ tərəfi isə yazırıq 2s vurulsun, h bölünsündən yazırıq 4. Burada 2 ilə 4-ü x-lar aparsaq, burada 2, ümumiləşdirib toplasaq, burada alırıq 2-də 3, s vurulsun h. Bizim əsas məqsədimiz təzyiqi müqayisə etmək üçün həcmləri tapmaqdır. Birinci halda həcmi tapmışıq. Baxın, birinci halda qazın həcmi s vurulsun h-dır. Yəni, bura V1-in yerinə, baxın, buraya yazırıq P1, V1-in yerinə yazacaqsı 2s vurulsun h. Burada P2, indi biz V2-ni təyin etməliyik. İkinci halda qazın həcmini tapmaq üçün buradan h' bərabərdir. H'-i tapmalıyıq. Yəni V2 qaz bərabərdir. Buraya yazırıq 2s. H' nəyə bərabərdir? Qazın əvvəlki hündürlüyündən, baxın, buradakı h bölünsün 4-ü civə sütununun hündürlüyünü çıxırıq. Buraya yazırıq h çıxılsın. H bölünsün 4. Baxın, buradakı elə böyük h, birinci haldakı, yəni civə sütununun hündürlüyü ilə elə qazın hündürlüyü bir-birinə bərabərdir. Ona görə də baxın, biz burada, baxın, bu h-ı, kiçik h-ı tapmalıyıq. Kiçik h-ı tapmaq üçün, baxın, bilirik ki, mayelər həcmini saxlayır. Civənin əvvəlki həcmi ilə sonraki həcmini nə edəcəksiniz? Bərabərləşdirib bu kiçik h-ı tapırıq. Baxaq, birinci halda həcm s vurulsun h-dır, bərabərdir. Buraya yazırsınız, deməli 3 s vurulsun h bölünsün 2. Buradan s-lər x-lar gedəcək. Buradan h-ı tapaq. Deməli, h bərabərdir 2
h. Baxın, kiçik h bərabərdir 2h bölünsün 3. Deməli, h üçün tapdığımız, baxın, bu qiyməti gətirib burada yerinə yazırıq. Onda biz nə tapırıq? Biz tapırıq ki, ikinci halda qazın həcmi və qaz 2. Bura yazırsınız 2s. Bura yazırıq h. Kiçik h-ın yerinə kəsrin surətinə 2h bölünsün 3 yazsaq, məxrəcdə də 4 var. 2 ilə 4 burada ixtisar gedəcək. Baxın, 2 ilə 4 ixtisar gedəndə burada 2s. Burada olacaq 6-da 1h. Orta məxrəcə gəl. H-dan, deməli 1h-dan 6-da 1-i çıxsaq, burada qalır bizdə 6-da 5h. 2 ilə də 6-nı ixtisar aparsaq, deməli V qaz 2 bərabərdir. Alırıq, deməli 5h bölünsün nə tapdıq? 3 vurulsun S. Artıq biz müəyyənləşdirdik. İndi baxın. Deməli, P1 V1. Burada birinci hal həcmi yazmışıq. İndi ikinci halda da qazın həcmini tapdıq. İkinci halda da qazın həcmini nə tapdıq? Tapdıq burada 5h vurulsun S bölünsün 3. Deməli, hər tərəfdə SH-lar ixtisar gedəcək. Baxın, ixtisar gedəcək. Və buradan P2-ni tapırıq. Gəlin, rəngi dəyişim. Buradan tapırıq ki, P2 bərabərdir. P2 bərabərdir. Baxın, 3 vur 2. 6 bölünsün 5 vurulsun nədir? P1. 6 bölünsün 5'də nə alırıq? Onda biz alırıq ki, P2 bərabərdir. 1/2 P1. Deməli, kran açıldıqdan sonra ikinci, yəni sağ tərəfdə qazın həcmi azaldığından buradan təzyiqin qiyməti nə oldu? Artdı. Nə qədər artdı? 1/2 dəfə artdı. Deməli, bugünlük bu qədər. Sağ olun. Növbəti videolarda görüşərik. Kanala abunə olub paylaşmağı unutmayaq. Hər kəs dərslərimizdən yararlana bilsin. Sağ olun.